Baxaq silsiləyə. Birinci sual. Ümumi həddi olan ardıcıllığın dördüncü həddini tapın. Bu asan sualdır. Dördüncü hədd necə tapacağıq? Yəni, -1 üstü 4 üstə gəl 5 vur -1 üstü 4. -1 üstü 4. -1 üstə gəl 5 vur 1 cavab 4. B variantı. İkinci sual. Üstürü ilə verilən Aycan aparıb qoyaq. 9-un kvadratı üstə gəl. Kök altında 9. 81 üstə gəl 3 cavab 84. Üçüncü sual. 20-yə bərabər olan həddini tapın. Artıq burada 20-yə bərabər olan hədd deyirsə, bəli, hansı ədədlərdir vuranda 20 verir? 5 vur 4. Yox, 4 vur 5. N neçədir? Sıra nömrəsini tapın. Tapdıq ki, sıra nömrəsi elədi 4. A variantı. Dördüncü sual. A-ya bərabər deyirsiniz. Ay, sağ. Hazır düstur verməyib. Bizdən nə istəyir? 7-ci həddini tapın. Hazır düstur verib ki, SN bərabərdir. SN çıx 1 üstə gəl. 3N kvadratı üstə gəl 7. SN çıx 1-i sola ataram. 7-ni yerine var. Şu. Zaten SN çıx 1 bizə nə verəcək? Orada da aparıb 7-nin yerinə qoyaq da. A7 də bərabərdir. 3 vur 7-nin kvadratı üstə gəl 7. Neçə eləyəcək ki? Aycan? 100. Doğrudur. 5-ci sual eynidir. 5-də nə istəyir? Bəli, 4 vur 6-ın kvadratı çıxır. Neçə yerlidir? 141, bəli. 6-cı sual. Ardıcıllığın tam ədədlər olan hədlərinin cəmini tapın. Tam ədədlər olan hədlərin cəmini bu qəşəng sualdır. Naturalla qarışmış bir sualdır və qarışıq suallar istifadə olunur. Nə edərəm? Tam ədədlər, N-in yerinə qiymətləri qoymaq əvəzdən mən bunu bir-iki dəfə yazmışam. Aycan? Belə yazaq, sonra bəlkə ayrı məxrəclərdə yazaq. Törəmənin nə aidiyyəti var buna? Əbəqə əkiqdə törəmə istifadə edə bilərsən. Ardıcıllığın tam ədədlər olan hədlərinin cəmi. Nə edərəm? 14 plus 9 təşəkkürlər. Bunu da yazaram ayrı məxrəclərdə. 2 vurulsun n plus 2 bölünsün n plus 2 plus 9 bölü n plus 2. Bu da bizə nə verəcək? 2 üstəyə 9 bölü n plus 2. 9-un bölənləri 1, 3, 9. Amma biz n plus 2-yə 1 deməliyik ya. N plus 2 1 olsa n nə olacaq? Sıra nömrəsi mənfi olmaz. N plus 2-nin 3 olması üçün n neçə eləyəcək? 1. N plus 2-nin 9 olması üçün n neçə eləməlidir? 7. Nə istəyir bizdən? Cəmini tapın. 1 üstəyə 7. 8. Doğrudur. Baş üstə. Çoxluğu verməmişəm, hə? Bildim mən. Baxarıq. Yox, çoxluğu verməmişəm. Ehtimala qatıb verərəm. İnşallah bu gün 17 bölməmiz bitmiş olacaq. 17 bölməmiz bitmiş olacaq da deyəsən. Sonra 7-ci sual eynisidir. 7-ci sualda necə yazaram? 2n plus 40-ı necə yazaq əzizlər? 2n çıx 2. Ay, sağ. 2n çıx 2 üstə gəl 42. Üstəyə 42 böl n çıx 1 bərabərdir. 2 üstəyə 42 böl n çıx 1. 42-in bölənləri 1, 2. Burada artıq cəmini istəmir. Neçə həddini istəyir? 1, 2, 4. 42 4-ə bölünür. 1, 2, 6, 7, 21, 42. İndi neçədən olacaq? Hamısı da. Şurada. Hə də, bəli. Ədədlər olacaq 2, 3, 7, 8, 22, 43. Neçədən olacaq? 6 dənə. 8-ci sual. Ədədi silsiləsində A4-ü verib. Aycan? Ay boy. Mən sizə başqa sual öyrətmiş oldum da. Əladır da.
Deyir ki, ardıcıl məsələdir, nömrəsi ilə qiyməti bərabərdir. Nömrəsi ilə qiyməti bərabər nə deməkdir? A-ın bərabərdir n-ə. Nömrəsi həddin özünə bərabərdir. O zaman gedək A-ın bərabərdir. 2n üstəgəl 40. Böl n çıx 1 bərabər nəyə? N-ə. Məxrəcinə bir atıb çarpaz eləyək. Burada bu işarə qoymur nömrəsini görməyə. Ona görə n vur n çıx 1 bərabərdir 2n plus 40-a. N kvadratı çıx n çıx 2n çıx 40 bərabərdir 0-a. N kvadratı çıx 3n çıx 40 bərabərdir 0-a. N1 bərabərdir. N2 bərabərdir. Bizdə də mənfi olmaz axı. Bu da 8. Hə, bax, 8-ci sualda törəmə yaza bilərsən. Ay, Seymur, ən böyük qiymət deyir axı. Nə deyir? Deyir ki, A-n 4-dür. A-n necə açılır? Üzr istəyirəm. A4 3-dür. A4 necə açılır? Bərabər nəyə? 3-ə. Bizdən nə istəyir? Bizdən A2 vur A5. Onu da açarıq A1 plus. Bu da açarıq A1 üstəyəl D. A4 üstəyəl D yazsaydıq daha yaxşı olardı. Nəyə? A5-ə, A5-ə. A5-ə A1 üstəyəl 4D yazaq deyirsiniz. A4 üstəyəl D yazsaydıq, A4 əlimizdə vardı deyən cıqqılı rahat olardı da. Eyb yox, necə revzistir yazın. Bizdən nə istəyir? D-nin hansı qiymətində hasılı ən böyük qiymət olar? O zaman nə edək? A1-i D-nin əvəz edək. A1 nəyə bərabərdir? 3 çıx. Ay, sağ ol. Aparıb harada A1 gördünüz, yerinə 3 çıx 3 deyə yazın. Bərabərdir. 3 plus Vurub açaq. 9 0 Bərabərdir. Deyir, M-in hansı qiymətində ifadə ən böyük qiymət alır? Üzr istəyirəm, M nə idi? D-nin. M-in düsturu ilə tapacağıq deyə M qarışdı. Törəməni necə tapırsan? Bunun nəyini istəyir səndən? Məsələn, bu sənin funksiyan olsun. Funksiyanın ən kiçik qiyməti necə tapırsan? Mənfi 4D, çıx 3 bərabərdir 0. Və D bərabərdir mənfi 3 bölü 4. Ya da ki, elə bildiyimiz M düsturda, M bərabərdir mənfi B bölü 2A. Hər ikisi rahatdır məncə. 3 bölü 2 vur mənfi 2, yenə eyni şey alınır. Mənfi 3 bölü 4. Həyatdır da Zəhrab. 8-dən sonra 9 eynisidir. Ehtiyac var mı yazmağa? Cavabını tapmışsınız? 3 bölü 2. Etməyə ehtiyac var yazmağa. A3 bərabərdir Yasin 5. A3 necə açılır? Bərabərdir 5-ə. Bizə nə istəyir? A2 vur A6-nın ən böyük qiymət alar D-nin hansı qiymətində? Yazaram A1 üstəyəl D. A1 üstəyəl. İndi A1 bərabərdir 5 çıx 2 D yazaq. Beş çıx 2D üstəcə 5-dir. Nə olacaq bu? 5 vur 5. Bərabərdir. Plus 25. İşte burada nəyə tapacağıq? M-dir də. Mənfi B bölü 2A. D-nin hansı, demir, ifadənin ən kiçik qiymətinin ən böyük qiymətini tapın. Deyir, D-nin hansı qiymətində? Mənfi B bölü 3A. 10 bölü 6. 5 bölü 3 tapanlar düzdürdü. 3 bölü 3 tapanlar isə 10-cu sual. Ayın ədədi silsiləsində bu əla sualdır, qəbulun sualdır. Əzizlər.
plus yazıp 3 A1 plus 24 yani. Aycan? A1 plus 9 de A10'a beraberdir. O da 3'ten alakalı. 3 A1 plus 27. 3A1 plus 27-dir. Kenarlarda zərrə ortadakı şey Ayşə, prosto sən məhsulu evçi yedin. aparıb məsələn 4 qoyanda ora. Yerinə qiymət verir. Qiymət görürsünüz. Eni yeri 4 koyar. Eni yeri. Eni yeri 4 koyar. Ne? Ooo, qəşəng. Birbaşa, əla, tıkladım sizi. E'nin yerinə 4 qoyub, buranı A10, buranı A9, buranı A11 düşünüb. 3A10 bərabərdir 6000. Oyda, xoşuma gəldi, bəyəndim. Güya mən qısa yol verəcəkdim də, deyəcəkdim ki, aha. Aha, sizin işdir. Məndə əsasən axşamlardır. Getdik. Mən görmürsünüz, səhərlər sualın şərtini düz oxumuram. Baxırıq bura. Mən nə deyəcəkdim? Mən deyəcəkdim ki, ortadakı hədd kənarların cəminin yarısıdır. İndi burada bu bizə nə verəcək? Zaten 2 dənə ortadakını verməyəcək. Mən belə gedəcəkdim. 2A plus 6. İndi qıraqdakılar ortadakı olacaq nə? 15 çıx 24. Bizdə nə istəyirik? A10'u necə taparıq? A10'u tapmaq üçün N'in yerinə nə yazmalıyıq? 3-0 olsun. A 4 plus 6 bərabərdir 15 vur 4 çıx 24. 3A10 bərabərdir 36. A10 bərabərdir. Nəfsədir. Ay, o sizin yolunuz xoşuma gəldi. Siz qəşəng yazmısınız. Siz biliyorsunuz. Siz de biliyorsunuz. Baxaq. Növbəti sual. 11-ci sual. Amma belə bir şey deyim də, yəni qısa yazmağı bacarırsınızsa əladır. Qəbul sualıdır bu, qəbulda istifadə. Çünki biraz silsilədə daha çox məhsullu suallar qəbulda olur. Yəni nisbətən. Buraxılışa nə düşür? Deyir A3-ü verib, D-ni verib, getməm A8-i tap. Bu da buraxılış keçdi də, harası əla. 11. Bloka, hə. Mən dedim, sənə bloka atmayıb. Hə, deməli nə deyir? Ayın ədədi silsiləsində mən bir şey ki, 10-cu siniflər indi istirahət istəyir də, 12 həftə verirəm. Cəm 12 həftə. Yox, bir ay. İndi yoxdur, uşaqların bəzilərinə bir ay verəcəm, bəzilərinə 2 həftə. Çünki o da düşmür. Aycan. Mən bilmirsən, knopkalarım 14 günə zayət qıyğır bütün düymələrim falan da. Mən müəllimlər zayət ilə işdir axı, robotuq deyə. Onun üçün istirahətə ehtiyacımız yoxdur. Əslində olan. 14 gedir mavi divadalarla. Baxırıq A9 sıx. Neçənci sualdır bu? 11. Aycan? Vizasızdır. Mənim xarici pasportum da yoxdur axı. Pekinə gedim mən. Geri zəkalı 15 manatdır, yox, 15 manatdır. 15-də 20 manat xarici pasportun. Yox, xarici pasportun. O Opel satmışam da. Görmürsən qapıda maşın yoxdur. Verirsən. Bəli. Satmışsınız mən. Bir növ. Hə, getdik. Əzizlər. Neyniyək? A9. A1 üstəyə 8-dir. A2. A1-lər getdi. Bunları atıram sağa. 3D kvadratı. Üstəyə gəldi. Çıx 8-dir. Bərabərdir. Əslində 0-ı sola yazmalıydım. Prosto mən sağa yazdım. Bərabərdir 0. 3D kvadratı çıx 7D 0-dır. D-ni ortaq çıxaranda ayrı-ayrı 0-a bərabər eləsək. 3D çıx 7. Bəli. D də bərabərdir 7 böl 3. Bizdən nə istəyir? A1. A1. Heç nə, son 2-ni açaq. Son 2 bərabərdir.
2A1 üstə gəl. Bu değil. Böl. 2 Vur n bərabər 178. 2A1 vur 11 11D. Bəli, 7 bölü 3. 2 ile 12 sayı 6 178 oldu. 2 vur 12 178. Ədədlər niyə belə oldu? Başa düşdüm, belədir. Zaten səhv gedəcəyimi mi gözləyirsiniz? Bu 11-i 7-yə vuranda 77. 178-i 6-ya böləndə. Kaldırı bölümü. Aycan. İxtisar aparaq da. Neçə dəfə düşür? İxtisar aparanda. 2-yə bölündü ana. Bunlar da wunderkinddir hamısı. Buyurun, xoşdur. Kinayə eləmişdim. 2A1 bərabərdir 12 böl 3. A1 bərabərdir. 6 bölü 3. Nə deyirsən, neysə? Uşaq düzdür da, ana. Şey deyir, 11-i 3-ə bölmək, 12-i 3-ə bölməkdənsə 2-ni məxrəcə atır. Düz. Ya 12 bölü 6 var. Neyse, bunu mu istirdiniz? Başa düşdünüz? Yok bu da. Növbəti. 10 silsilə. İstəyirsən biraz, yəni başa düşənmirsənsə, çünki belə deyim də 100% bir dənə sualdır. Biraz artıq sual işləyək bundan səndən, bu mövzudan sənin elə. Hesabı var da ama ya. 68. Aha, Ona bir de bakalım. tamam, Sen ha. tamam. 12-ci sual. Eynisidir, nə yazmısınız? Tamam. Sən niyə yazmamısan? Nə yazmısan? Yaz vereceğim. Ne oldu? Bu 12 cavabın yazan yoxdur içinizdə. Sən də heç güvənmirəm ya. 3 satır tamam. Yazım. Tamam. Bax ay Hüseyn. A10-u açaq. A1'lər nə oldu? Getdilər. Toluyaq sağ tərəfə. 5D kvadratı üstəyə 2D çıx 9D bərabərdir 0-a. 5D kvadratı çıx 7D bərabərdir 0-a. İndi D-ni ortaq çıxaranda ayrı-ayrı 0-a vuranda şey götürmürük də, 0 halını götürmürük. D bərabərdir 7 böl 5. Əla. Bu hissəsini düz tapmısan. Getdik S20. S20 nədir? 19 vur. D də var da əlimizdə. 7 böl 5 bölünsün 2 vur. Bərabər neçəyə? 306 ya. İndi buradan nə olacaq? 2 ilə 20 getdi, qaldı 10. Onu da sağa ataq bəlkə. 2A1 üstəyə 19 7-yə vuranda. Aha. Aycan? Aycan? 133. Zəhmət olmasa qapını bağlayın da. İxtisar aparanda. 150. Kağıdı beraberdi. 20 bölü. Atdıq sağ əllədi 20 böl 5. 2A1 bərabərdir 20 böl 10. A1 də bərabərdir 2. Başa düşdünmü sen? Müthiş. Sənin riyaziyyat müəllimimin. Hə, baxırıq nəyə? İlk həddinin cəmi düsturu ilə verilən həndəsi silsilənin ikinci həddin. İkinci həddin düsturu necə yazaq? B2 bərabər S2 çıx S1 də. Şurada da. Nə istəyirsən, nəsə? S2-ni tapın. Yəni bu düstur hər şeyə aiddir. A2, S2, D2, X2 fərq eləmir. Getdik S2-ni tapaq birinci.
Nə olacaq? 5 çıx 5 üstündə 1 çıx 2. 5 çıx 5-də 1. Yəni 4 onda 8. Sağ olun. S2 S1. 5 çıx 5 üstündə 1 çıx 1. Yəni 5 çıx 5 üstü 0 bərabərdir. 4. İndi buradan da 4 onda 8-dən də 4-ü çıxaq. A2 bərabər 0 onda 8. B2 həndəsi silsilədir. Bunu istəyirdiniz? Tapdıq. Sonra eyni sualdır bu. Burada nə olacaq cavab? %75. Təşəkkürlər Hüseyn. Sonra gəldik. Hə, bu çox sadə bir sualdır. Nəhün? Çünki bəli. A1 neçədir? İndi görə belə qəribə verirlər ki, biz çaşacağıq da ana. Bəs A25 nədir? Aycan? Şu, nəyi tapmalıyıq? Hə, indi birinci biz nə qaraq? D-ni tapaqdan, D bərabərdir. A25 çıx A80. A25 çıx A1 böl 25 çıx 1-də. Yəni mənfi 16 çıx 80 böl neçə elədi? Əla. D-ni tapdıq. Bizdən nə istəyir? A-ın bərabərdir. Aha, gəlirəm. Bir sürü yazımda. N çıx 1D bərabərdir 0. A1 neçədir? 80. Üstəyə gəl. N çıx 1 vur. Mənfi 4 bərabərdir 0. 80 sağa ataq. N çıx 1-i mənfi 4-ə vuranda cavab əgər mənfi 80 verirsə, N çıx 1 20, N 21. Bunu mu istəyirdiniz? Bunu tapdıq. Sonra növbəti Oy. Növbəti sual. Ürəyin nə istəsə oynamaq olar imtahandan sonra. 16. Hətta uşaqlar deyir ki, müəllim, bəlkə gələk bura proyektora PlayStation qoşaq oynayaq. O, nə gedər. Amma imtahandan sonra. Aycan? Hə, 3 adamsa. Nəyin finalına? Nə vaxta düşür? Yox, yox, qətiyyən yox. Müəllim, dünya kupasını gəlib baxar. İnşallah. Olar. Yox, şey məsələt görürəm. Bir də imtahanı verin. İmtahandan sonra mən onsuz kağına söz vermişəm, PlayStation alacam. İmtahanı qurtarandan sonra prosta bilmirəm, 3 alacam, 4 alacam, 5 alacam. Aycan? 4 aldım. Yox, mən 3-dən çox xoşum gəlir, amma 5-ə keçmək istəyirəm. 5 olsa getib alalım. Hə, indi onun fikir prosta ki, məsələn 5-i çox da tərif eləmirlər. Baxacam da vəziyyətə. Aycan? Nə bildim. Bizim uşaqlara deyirəm, öz PlayStation oynadığımız ətrafa deyirəm, 5 alım, 3 alım, deyirlər 3 alım. Çünki PES... Necə? PES 13-dən mən neçə ildir? 15 ildir PES 13 oynayıram. 13-cü ildən hesablayın da, yox 14 il. 14 ildir PES 13 oynayıram, 13 çıxandan biz oynayırıq da, 12 idi, 11 idi, 13-dür, çıxandan oynayırıq. Yəni, hələ sıxılmamışam. Aycan, hamısı kombo atırdı, hokka verir kombatda. Baxırıq, ilk həddi 3, silsilə vurğu işlə bir... Bu çox asan sualdır. Nəhün? Çünki ilk həddi. Bizdən nə istəyir? N-ci həddi tapın. B-nin düsturu nə idi? B-nin düsturu. B1. B1, 3. 2 üstü silsilə vurğu neçədir? 3-də 1 olan. N çıx 1. İndi bunu da 3 üstə 1'i yazaram. 3 vurulsun. 3 üstü mənfi 1. Üstü N çıx 1. Bunu da yazaram. 3 üstü mənfi 1 N çıx 1'ə vuranda 1 çıxın. Bu da vuranda qüvvətlər toplanılır axı. 1 üstə yəni 1 çıxın. O da eləyir. 3 üstü 2 çıxın. Cavab C variantı doğrudur. Sonra 17. İlk ənəddinin cəmi düsturu ilə verilən həndəsi silsilənin vurğunu tapın. Birinci S1'i taparam. Oradan B1'i taparam. Sonra da gedirəm qabağa cavabımı çıxarıram. Getdik, o birisi vərəqə keçim.
Köçək o biri vərəqə. Aycan. Aha. Biz zaten burada en büyük bizim köməyimizə çatan nə idi? S1. Niyə? Çünki S1 zaten B1'in özüdür. 2 vurulsun 3 üstü 1. Çıx 2 neçə edir? 4. Bu S1'dir. B1 neçədir? 4. O zaman S2. 2 vurulsun 3 üstü 2 çıxılsın. 2 bu neçə verəcək? Neçə edir yoldaşlar? 18 çıx 2 16. Elə bir də bir Aha. Sonra getdik B2-yə. B2 neçə eləyəcək? Q nəyə bərabərdir? Nə də həvəsləndir? Bunu mu istərdin? Aferin. İki adamsan. 18. Həndəsi silsilənin ilk 6 həddinin cəmi, ilk 3 həddinin cəmindən 28 dəfə böyük olarsa silsilə vurğun tapın. İlk 6 həddinin cəmi nədir? S6. İlk 3 həddinin cəmi. Amma 28 S3. Düzdür? İndi bu tapaq. S6 necə yazacağım? B1 vurulsun. Q üstü N çıx 1 böl Q çıx 1. Hətta mən demişdim ki, bəzi geri zekalılar olur ki, yazır Q üstü N çıx 1. Amma elə yazılmır. Necə idi düstur? Aşağıda yazılırdı. Tupoyun biri deyir ki, Q üstü 6 çıx 1, Q üstü 5. Elə şey olmur axı. Sonra səhv yazarsınız. Xahiş edirəm. Bunu yadınızda saxlayın. Bərabərdir. 28 vurulsun. B1 vurulsun. Q üstü N çıx 1. Qətiyyən səni demirəm ha. Qətiyyən. Mən aşağıda 5 demişdim. Aferin. O necə 5 olur hə? Altdan Hə 6. Növbəti. Aycan. Q üstü 6 necə yazar? 64. Ay Q'nu verib biz 64 yazırsın. Aa. Q üstü 3. Hə, düzdür. Q kubu bir bunlar getdi. Q kubu Q uç. Tapdıq. 19. Həndəsi silsilənin ardıcıl hədləri olarsa, A-dır, 4-dür, B-dir, 12-dir. Həndəsi silsilənin nə idi? Ardıcıl hədləri. Onlar bir-birinə bərabər. Aycan? 5 vurulsun 5. Yəni 12 bölü 4 B və A-ya bərabər deyil. Burada nə edəcəm? 19-a. Biz bilirik axı, məsələn, biri qonşuların, məsələn, 1-in kvadratı qonşuların nə idi? Bəli. Məsələn, burada nə yaza bilərəm? A vur B bərabərdir 4-ün kvadratı. 4 vur 12 isə bərabərdir B-nin kvadratına. Bu, qonşuların hasilidir də. 4-ün kvadratı AB, B-nin kvadratı 4 vur 12. Elə deyilmi? B-nin kvadratı 4 vur 12. 48. Deməli, Aycan? Aha, B bərabərdir nəyə? 4 kökdü 3-ə. Gəldik, A vur B bərabərdir 16-ya. Bizdə nə istəyir? A da bərabərdir. 16 bölü 4. A vur 4 kökdü 3 bərabərdir 16-ya. A da sağlam ol. 16 böl 4 kökdü 3. İxtisara paranda 4 böl kök 3 qalır da. Bizdən nə istəyir? B böl. 4 kök 3 böl 4 böl kök 3. 4'lər nə olacaq? 3 vur 3, 3.
Aycan, necə bacardın onu? Kökü 0 kökü bərabərdir 3. Doğrudur. 19-dan sonra 20-ci sualı da yaza bilirsinizsə sizə halaldır. O, siz əcdahalarımsınız mənim. Buradan biz zaten bilirik B3 ilə B12-nin hasili, məsələn B4 ilə B11-in hasilinə bərabərdir. Nə üçün? Demişdik ki, indeksləri, ədədi silsilədə indeksləri cəmi bərabər olanlarının öz cəmləri də bərabərdir. Həndəsi silsilədə isə indeksləri cəmi bərabər olanların isə hasili bərabərdir. İndi B7 ilə B8-in indekslərinin cəmi bərabərdir. O zaman bunların hasili, məsələn B7, 8, 3, 12-yə bərabərdir axı. Bunların da hasilləri bərabərdir. Sağlam ol. Ataq sola. Bərabərdir 0. X1. Mənfini götürmələm də. Aparıb, indi nə istəyir? B6, B9. Zaten B6, B9 da 15 vermir. 9 vur 4 üstəyə 12. Zaten elə bu da olacaqdır 48. Aydındır məziz şagirdlər. 21-ə baxaq. Eynisidir yazmağa ehtiyac varmı? Cavab nə tapmısınız ki? Aferin. Sonra? O da 22-ni də yazaq. 145 o buraxılışın sualıdır. Bax, əzizlər, bəzi bölmələr var ki, onlar konkret, bilirsiniz, standart şəkildə düşür və düşdüyü sualda çətin olmur. Onlardan biri nədir? Silsilə. Silsilə, limit, törəmə, düzdür, törəmə integral çətində düşə bilir, asan düşə bilir. Asan düşsə əla. İndi bu düzdür, çətin də düşsə yazarsınız. Siz prosto ümumi olaraq mən bunu deyirəm. Aycan? Bir dənə əsasən, bir dənə törəmə, bir dənə limit, bir dənə integral, bir dənə ədədi silsilə, 4 dənə sualı saydım. 2 dənə trigonometriya, 2 dənə loqaritma saydıq. Funksiya düşür. Birinci hissədən suallar düşür. Prosto birinci hissədən necə düşür? Natural kəsir faiz, həqiqi ədədlər. 4 dənəsindən 2 dənə düşər. Ya da məsələn, natural kəsir faiz 3-ündən ya 1 dənə düşər, ya 2 dənə düşər. Əsasən. Olsun, natural hər bölmədə var da. Natural hər sualın içində gedir deyə çox ondan düşmür. Məsələn, həqiqi ədədləri tutaq ki, cəbri ifadələrlə götürsək, həqiqi ədədlər, cəbri ifadələr, n-ci dərəcədən qüvvət, rasional kəsir, DMQ çoxluğu, yəni bunlar hamısı tənliyə qədər 4 dənəsindən 2 ya da 3 dənə düşür. Bir dənə tənlik sistemi, bir dənə bərabərsizlik, əsasən, buraxılış ağlımız getməsin, 2 dənə bərabərsizlik düşmür. Bir dənə əsasən tənlik, bir dənə tənliklər sistemi. Ola bilər ki, bir dənə tənliyin özü düşsün, bir dənə məsələsi düşsün. Məsələsi də situasiyaya düşsün. Əsasən bu formada. Zaten situasiya mən uşaqlara izah eləmişəm, onsuz ehtiyac yoxdur, situasiya da var. Başqa nə düşür? Aha. Bir dənə 100% şey düşür. Nə? Ehtimal 1-2 dənə düşür. Bir dənə yox, 2 dənə düşə bilər. Özdə necə düşə bilər? Biri ehtimalın, yəni sırf ehtimal nəzəriyyəsi hissəsidirsə, biri də birləşmələr nəzəriyyəsi və ya sadəcə hesablama olar. Ya da binom olar, bir dənə binom olar, bir dənə ehtimal olar. Yəni filan hadisəni tap, bir dənə də binom tap. Yəni bu formada ola bilər. 19-dan 25-ə düşə biləcək suallar var. 100%. Zaten bir dənə 19-dan 25-ə bax. Məsələn 20-nin sualı 24-də var. 24-ün sualı 25-də var. 23-ün sualı 24-də var. Bu formada oradan çox sual düşür. Yəni çox sual dediyim 3-4 dənədir. 3-4-5 dənə düşür. Prosta onları əzbərləmək. Acan, əlbəttə. Yəni 5 dənə sual təkrar görmək imtahanda çox böyük bir şeydir. Gördüm. Mən sırf 2020-də təkrar çox düşürdü. Sırf təkrar görmək üçün, yəni 95-ə qədər hamısını əzbərləməmişdim. Prosta bilirdim də hamısını. Və oradan bir 10 dənə təkrar sual yazmışdım. 100%. Əvvəl hə. Acan, bizdə yox. Əvvəl eləyəydi, indi bilmirəm, biraz dəyişib deyəsən. Gitgide biraz ağırlaşdırırlar deyə təkrar sual sayı azalır. Əslində düzdür, imtahanda təkrar sual çox da məntiqli deyil, prosta bizə sərf edir. Hətta demək bütün imtahanlar belədir. İnşallah magistra girin, magistrda belədir. Məsələn, magistrda məntiq imtahanı verirsən, keçmiş 4 il əzbərləyib girib yaza bilirsən. Mən 1 il əzbərləyib girib yazdım. 1 ildə oxşar çox sual var. Ayca, sən xatıramdamısı 72 idi. O da oxuyursunuz. Hə. Semestrdə 3 dəfə gedirəm. 22. Euler-Venn diaqramında Aycan deyəndə 3 dəfə gedirəm.
Euler-Venn diaqramında A və B çoxluqları ilə uyğun olaraq artan ayın B-nin həndəsi silsilələri bir neçə həddi göstərilmişdir. Bu çoxluqların ortaq elementləri silsilənin ilk iki həddidir. Ortaq elementləri bu nə deməkdir? A1 16-dır, A2 neçədir? Əzizlər, ilk iki həddi ortadadır. 16 ilə 24 ilk iki həddidir. A1 16, A2 24. Avtomatik D neçədir? 8. M nədir? A7. A1 üstəcək 6D. A1 üstəcək 6 vur 8. 48. 16 üstəcək 48. M bərabər neçəyə? Getdik o birisinə. B1 nəyə bərabərdir? İlk iki həddi sözün deyir axı. B2 24. Q B aha 24 böl 16. 3 böl 2. Getdik nəyi tapaq? N bərabərdir B5. B5 bərabərdir B1 Q üstü 4. B1 16. Q üstü 4. 3 böl 2 üstü 4. 16 vur. Məxrəc 16. Yuxarı 81. Elədi 81. N'yi tapdıq 81. Bizdən də nə istəyir? M istəyir. N cavab 64 ilə 81. 145. Başa düşdük mü?